Çox sağ olun. Əvvəla çox xoş bir xəbərlə, gözəl bir sözün açığı bilmirdim, sözün tam səmimi deyirəm və elə mən proqrama girər-girməz bir dəqiqə qalmış bizim dəyərli rəhbərimiz Azər Xəlilov mənə zəng etdi və söylədi ki, səni təbrik eləyirəm. Bugün Azərbaycan Respublikasının cənab prezident tərəfindən verilmiş əmrə əsasən və Media İnkişaf Agentliyinin təsis etdiyi 150 illik medalla təltif olunmuşam. Çox sağ olun. Çox həyəcanlıyam, ona görə üzürlü sayın. Həqiqətən də üzürlü sayın. Çox təşəkkür eləyirəm, çox minnətdaram. Böyük dəyərə görə bu şərəfə bizi olduğuna görə çox sevinirəm. Çox layiqli, çox uzaq görən, həqiqətən də bizim demək olar ki, bugünkü xoş günlərimizin, bugünkü rifahımızın və işıqlı sabahımızın həm müjdəçisi, həm keşikçisi, həm qoruyucusu, həm bu şəraiti bizim üçün yaradan dəyərli prezidentimiz. Çox sağ olun, minnətdarıq sizə. Cənab prezident, bugün çox sevinirəm ki, biz keçmiş məcburi köçkünlərik. Mən o ağrılı, acılı günləri xatırlayıram. O günləri ki, biz hələ öz ailəmizin adından bunu söyləmək istəyirəm. Çox çətin, ağrılı, acılı günləri yaşadıq. Elə bir günlər idi ki, o günlər getsin, bir daha geri dönməsin. Bugün bizim elə ilk səfərimiz də sizinlə bərabər Xarı Bülbül festivalında olmuşdu, cənab prezidentlə bərabər və bu o qədər böyük, sevindirici bir hal idi ki, mənim uşaqlığım keçən, 11 yaşımdan tərk edib çıxdığım, məcburi tərk edib çıxdığım və 30 il həsrətini çəkdiyimiz torpağa məhz sizin sayənizdə və sizin qurduğunuz, sizin siyasətiniz sayəsində böyük bir inkişaf yolu keçmiş Azərbaycan ordusunun, Azərbaycanın qüdrətli oğullarının sayəsində, şəhidlərinin və qazilərinin sayəsində biz öz torpağımıza qayıtdıq. Mən buna görə təşəkkürümü bildirirəm sizə. Minnətdaram. Hər zaman 2016-cı ildə mənə təqdim edilən əməkdar mədəniyyət işçisi adına görə sizə onsuz o zaman da təşəkkürümü bildirmişdim və bugün də öz təşəkkürümü bildirirəm. Və bugün də məhz yenə də bizi unutmadığınıza görə bu bir daha sübut eləyir ki, hər sahədən, hər istiqamətdə Azərbaycan istər mədəniyyəti olsun, istər iqtisadiyyatımız olsun, istər tarixi sahələr olsun, istər hər hansı bir sahədə, siyasət sahəsində olsun, hər hansı bir sahədə heç vaxt heç kim unudulmur. Yadınızdayıq, unutmursuz.
Biz buna çox sevinirik. Bu bizim üçün böyük bir stimuldur. Bu milyonlara dəyər. Məhz ölkə başçısının sərəncamı ilə, əmri ilə təltif olunmuş bir medalı sinəndə daşımaq və bu doğrudan da böyük bir fəxrdir, böyük bir uğurdur. Mən sizə təşəkkür eləyirəm və diqqətinizdir. Bu diqqətdən heç vaxt kənarda qalmadığımıza görə, xüsusən öz şəxsim adına deyirəm, qalmadığım üçün də minnətdaram sizə və çox sağ olun. Nə yaxşı ki varmısınız. Və Media İnkişaf Agentliyinə də xüsusi təşəkkürümü bildirirəm. Əhməd İsmailova da təşəkkürümü bildirirəm. Dəyərli Əhməd bəy, çox sağ olun bizi unutmadığınız üçün. Mən kanalımızın rəhbəri Azər Xəlilova təşəkkürümü bildirirəm. İsmail müəllimə xüsusi təşəkkürümü bildirirəm. Çox sağ olun. Diqqətimizi, qayğımızı, nazımızı çəkdiyinizə görə televiziya insanları biraz həssas olurlar. Adi bir sözdən, orada milyon olsun, amma bir kəlmə söz qəlbinə dəyərsə, o avtomatik olaraq onun, belə deyək də, könlü, qəlbi qırılır, ruhu sönür və özündə olmur. Məhz bax, bu kimi addımlar bizi çox sevindirir və çox ilhamlandırır, çox ruhlandırır. Biz zaten öz işimizi layiqincə yerinə yetirməyə çalışırıq. Biz çalışırıq ki, layiqli televiziyamızda da, çalışdığımız yerlərdə keyfiyyətli məhsullarla qarşınıza gələk, ölkəmizə, dövlətimizə, xalqımıza faydalı olaq. Bacardığımız qədər bunun öhdəsindən nə dərəcədə gəlirik hər halda bəllidir. Təşəkkür eləyirəm bir daha sizə bu diqqətə görə. Minnətdaram, cənab prezident. Çox sağ olun və Media İnkişaf Agentliyinə də xüsusi təşəkkürümü bildirirəm. Əhməd bəy, İsmailova çox sağ olsunlar, çox sağ olun. Çox belə gözləmədiyim bir, həqiqətən gözləmədiyim bir məqam oldu. Bu aldığınız mükafat əbəs yerə deyil. Bu əslində illərin zəhməti, əziyyəti, sədaqəti və işinizə olan həm peşəkarlığınız, həm də sevginizin bəhrəsidir. İnanıram ki, siz bundan da böyük mükafatlara layiq görüləcəksiniz və layiqsiz də. Bunu sizi yaxından tanıyan biri olaraq deyirəm. Çünki hər zaman, hər yerdə dediyim bir ifadə var ki, Zaur bəy sanki mənim öz doğma qardaşımdır. Təşəkkür ederim. Yəni, mən sizə bir qardaşım qədər həqiqətən çox istəyirəm və evimizin, ailəmizin bir üzvüsüz. Yalnız mənim deyil, əslində bütün ailələrin bir üzvüsüz. Və bizim ilk evimiz əslində anamızın bətnidir. Daha sonra doğulduğumuz ev olur, sonra yaşadığımız ev olur və bir də çalışdığımız yer evimizdir. Siz artıq uzun illərdir ki, sübut etdiniz ki, sizin eviniz haradır, harada çalışırsınız və bu zaten sədaqətin, zəhmətin, əzmin göstəricisidir. Təşəkkür edirəm. Çox sağ olun. Dəyərli sözlərinizə görə minnətdaram. Var olsun Ali Başkomandanımız. Eşq olsun. Şəhidlərimizin ruhu şad olsun. Eşq olsun. Təşəkkür edirəm. Çox sağ olun. Minnətdaram. Həqiqətən də gözəl bir duyğudur. O qədər gözəl bir duyğudur ki, sən elə bil ailənin Və başçısının... xəbərin yoxdur. Verişə Ailənin gəlirsən başçısının birdən-birə. diqqətindəsən və hamı umur axı, hamı məsələn bir ailə başçısından umur, onun sevgisindən bir pay sən də istəyirsən və bu payı alanda artıq həqiqətən də özünü çox xoşbəxt hiss edirsən. Və yenə deyirəm, biz mükafata görə çalışmamışıq heç vaxt. Biz hər zaman çalışmışıq ki, layiqli vətəndaş olaq, faydalı vətəndaş olaq. Çünki faydalı olmaq xalqına, vətəninə, dövlətinə, millətinə bu çox gözəl bir duyğudur. Bu artıq genetikdir. Mən buradan anamı təbrik eləyirəm, ailəmi təbrik eləyirəm. Mama, bu medallar bilirsən də hamısı sənindir. Sənə ithaf olunur bunların hamısı. Çünki mənim əziyyətimi, zəhmətimi, bugün bu yerlərə qədər gəlib çıxmağımın səbəbkarı, banisi sənsən. Mən sənə təşəkkür eləyirəm, sənin qarşında baş əyirəm, sənə minnətdaram. Və həyatımda qazandığım bütün uğurlar sənin adınla bağlıdır.
bunu bilirsən. Mən sənə minnətdaram və mən həyatımda olan qadın, mənə bu gün anamdan sonra çox böyük dəstək olan, məni hər halımla qəbul edən, məni sevən, mənim üçün dünyanın iki gözəl varlığını dünyaya gətirən, o iki gözəl şirin payı mənim üçün dünyaya gətirən Günay xanıma təşəkkürümü bildirirəm. Günay, mən sənə də minnətdaram. Nə yaxşı ki, bu xanımlar mənim həyatımda var və sizlə mən fəxr eləyirəm və sizə təşəkkür eləyirəm ki, mənim həyatımda varsınız. Minnətdaram sizə. Çox sağ olun.